Mənim gözəl qızlarım, necəsiz? Sərvatınız xeyirli uğurlu olsun. Nəhayət bu qız evdə tapıldı. Artıq işimizə dönməyə zamanı gəlib çatdı deyə düşünürəm. Dedim ki, çoxdandır belə storylər falan paylaşmıram qızlarım üçün hazırlıq videoları, günümün rutinini. Qızlarım yazır ki, Arifə xanım niyə aktiv deyilsiniz? Dedim qızlar, biraz istirahət edeyim, yayın dadını çıxardım. Onsuz da yani hər gün görürük də biz bir-birimizi. Yayda cəmisi bir 2 ay bizim zamanımız olmur. 2 ay. Nəysə. Keçid eləyə bu gün qəşəng duş aldım. Dedim hələ duş aldıqdan sonra qəşəng baxımlarımı da eləyim. Çünki bu günləri elə bir qaça-qaçda gündəyəm ki, başımı qaşımağa zamanım olmayacaq. Ona görə də dedim ki, bir dənə bu dəqiqələri ölümsüzləşdirək. Qızlar, baxımlarımı bilirsiniz ki, belə göstərim ümumilikdə. Mən Vichy məhsulları ilə eləyirəm. İlk olaraq tonika ilə üzüm, bayaqlar üzümü qəşəng üzümü gel ilə yumuşam. İndi tonika ilə siləcəm. Sonra bu SPF, 30 SPF olan aknelərə qarşı olan mənim nəmləndiricimdir. Nəmləndiricimin altından bu serumu vururam aknelərə qarşı. Sonra gözaltı kremimdir. Hər biri Vichy La Roche məhsullarıdır. Bu da gözaltı serumumdur. Bu arada bunu da göstərim sizə, gəlib mənə Vichy'dən, La Roche-Posay'dan daha doğrusu qəşəng bir məhsullar gəlib mənə, yay boksu. İnanırsınız, indi zamanım olub onu götürmək üçün. Belə qəşəng su qabısı. Sonra belə qəşəng tişörtü. Mən də ölüm tenisə gedirəm axı. Amma inanırsınız, bunları görəndən sonra ağlımdan tenis oynamaq keçdi. Baxın, bu da çantası. Bu da çantası. Görün necə qəşəngdir. Və bununla da yanaşı, təbii ki, içində olmazsa olmazımız SPF-lərimiz 50+. Bunlar çox gözəl SPF-lərdir. Həm doğrudan da gündən çox əla şəkildə qoruyur, üzünüzü ləkə salmır, aknelərə qarşıdır, üzdə səpkilər yaratmır, həssas dərilər üçündür. Möhtəşəmdir. Baxın, bu məhsullar. İndi də bunları da göstərdim. Baxımlarımı eləyim. Bu saçımın da istifadə elədiklərimi göstərim. Saçlarım bilirsiniz qaynaqdır, amma mən diblərini hər zaman qulluq eləyirəm ki, həm bol tüklər çıxsın, həm də ki, çıxan tüklər sağlam şəkildə uzansın. Diblərinə bu Delcos'dan olan serumdan istifadə edirəm. Elə fıs-fıslı, görürsünüz. Bir damcı bu hissələrini eləyirəm. Qəşəng saçlarımı belə oxalayıram diblərini. Sonra isə, bundan sonra uclarına isə Badə Naturaldan rozmarinli saç uzatma serumu var. Bundan 2 paçkada varımdır. Orada gözləmədədir. Bu bitəndən sonra onları istifadə edəcəm. Saçım o qədər gözəl şəkildə uzuyur ki, yəqin ki, bu Badə Natural haqqında eşitməyib, kimlərsə qalmayıb. Bunu o vaxt Rozel'dən əldə eləmişdim. Sonra saçımı da qəşəng darayandan sonra bundan istifadə elədim və üzərindən də nəysə qızlar, hər zaman mən beləyəm, süd serumu istifadə eləyəcəm. Həm qoxusu gözəldir. Qoxusunun gözəl olmağı ilə də yanaşı saçı yumuşaq eləyir və qəşəng darayırsınız saçınızı. İndi qəşəng darayacağım saçlarımı. Olacaq super fış-fış. Bu da belə. Və onun saçına necə gözəl qoxu gəldi. Ay Allah. Ay Allah. Qız bir əfsanə. Nəysə, bunu da elədik. Sonra da ən sonda saçıma darayandan sonra ətir. Zaragoza, bunlar bahalı məhsul deyə hər yerdə var. 12-13 manatdır deyəsən. Qoxusu da çox gözəldir. İstifadə edirəm saçlarımın, o qədər gözəl qoxu gəlir. Gün boyu saçlarımı belə qoxulu qalır. Belə, gedim giyinim. Hamısını da göstərəcəm sizə. Günlük rutinimi bugün sizlərlə bölüşəcəm.